Norveçdə yaşayan Xəqan adlı Azərbaycanlı bir bloger video paylaşıb və Norveçə köçdükdən sonra həyatının aktivləşib çoxlu yeni hobbilərə başladığını deyir. Tenis, hiking, xizək, nələr var nələr. Və izləyicilərindən soruşur, sizcə bu yaşla əlaqəlidir, yoxsa ölkə ilə? Bir çox insan onun sualına cavab olaraq yazır ki, mən Azərbaycanda yaşayaraq bunların hamısını edirəm. Yaşdan asılıdır, adamdan asılıdır. Dostlar, doğrudur. Onlar yalan demir. Mən də Azərbaycanda yaşayıram, mən də bunların hamısını edirəm. Həftədə 5 dəfə idmana gedirəm, tenis oynayıram, hikingə gedirəm, rəqsə gedirəm, dağ velosipedi və hətta offroad moto sürürəm. Lakin mənim bunları etməyim sualının cavabının ölkədən asılıdır olması həqiqətini dəyişmir. Məsələ rifahdır. Rifah insanların yaxşı yaşayışını ifadə edən iqtisadi bir termindir. Amma iki cür rifah var. Birincisi şəxsi rifah, ikincisi isə ictimai rifah. Şəxsi rifah bir şəxsin və ya bir ailənin çalışqanlığı, fərasəti və hətta hiləgərliyi hesabına kiçik bir qrup insan üçün əldə etdiyi rifahdır. İctimai rifah isə ölkənin idarə etmə üsulu, qanunlar, sistemlər, iqtisadi həvəsləndirmələr və sosial institutların yaxşı işləməsi nəticəsində yaranan və ölkə əhalisinin böyük kəsmini əhatə edən rifahdır. Misal üçün bir evin daxilində qurduğumuz yaxşı şərait şəxsi rifahdır. Evin xaricindəki drenaj sisteminin doğru qurulmasını və işləməsini təmin edən davamlı nəzarətin olması, hər hansı fövqəladə hadisə baş verdikdə xüsusi maşınların o əraziyə rahat daxil olmasını təmin edəcək yol infrastrukturunun olması və saxlanması isə ictimai rifahdır. Və ya ailəmizlə istifadə etmək üçün aldığımız təxminən $250.000 dəyəri olan Range Rover markalı maşın şəxsi rifahın, lakin o maşında ailəmizlə birlikdə dənizə gedərkən qarşı yoldan gələn bir yük maşınının texniki baxışdan düzgün keçməsi və ya keçmədikdə onun yola çıxa bilməməsinə nəzarət edən sistemin düzgün işləməməsi nəticəsində təkərinin qopub üzərimizə gəlməsi ictimai rifahın yoxluğunun göstəricisidir. Xəqanla mənim nümunəmə geri qayıtsaq, Xəqanın Norveçdə əldə etdiyi rifah ictimai rifahın, mənim Bakıda qurduğum rifah isə şəxsi rifahın nəticəsidir. Xəqanın həyat şəraitinin dəyişmə səbəbini dəqiq deyə bilmərəm. Amma iş Xəqanlara gəldikdə, yəni Azərbaycanlı gənclərin əksəriyyətindən söhbət gedirsə, məsələ 100% ölkədəki ictimai rifahın məsələsidir. Artıq təxmin edəcəyiniz qədəri ilə ictimai rifah çox daha dəyərlidir. İctimai rifah təhlükəsizlik, xoşbəxtlik və vicdani rahatlıq gətirir. Səhifəmdə həm şəxsi rifahınız, həm də ictimai rifahımız üçün maarifləndirici videolar paylaşıram. Videonu bəyənərək, yaddaşda saxlayaraq və dostlarınızla repost və ya story vasitəsilə paylaşaraq ətrafınızda ictimai rifah fərqindəliyi yaratmağıma siz də öz töhfənizi verə bilərsiniz. Sağ olun, sağlığına qalın.